Salam əziz dostlar, mən Günay Abbasova, Turan Akademiyasının təlimçi müəllimi. Yenə də şifahi xalq ədəbiyyatından Qanlı Daş əfsanəsini sizə təqdim eləyəcəm. Qanlı Daş əfsanəsi. Yenə Şirvanın qanlı qadalı günləri başlanmışdı. Yağı ölkəyə hücuma keçmişdi. Onlar yavaş-yavaş Şamaxıya yaxınlaşırdılar. Çolanı obasının ərənləri bir yerə toplaşdılar. Dəmir dağı özlərinə İgidbaşı təyin etdilər. Ərənlər dağlara çəkildilər. Düşmən Çolanı obasından bir qədər aralıda düşərgə salmışdı. Qoşun neçə vaxt idi ki, yol gəlirdi. Tamam əldən düşmüşdü. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayacaq. Mütləq yorğun qoşuna 3-4 gün istirahət vermək lazım idi. Dəmirdağın igidləri axşamdan biraz keçən kimi qəfildən düşmən çadırlarına hücum edir, onları dincəlməyə qoymur, neçə döyüşçülərini məhv edirdilər. Dəmirdağ el arasında təkcə gücü ilə deyil, düzdüyü bayatılarla da ad çıxartmışdı. Çolanı elim mənim, arxamda selim mənim, diri ikən qibləgahım, ölərsən görüm mənim. Dəmirdağla elin ağıllı, kamallı, gözəl qızı olan Sona əhd-peyman bağlamışdılar. Yazın sonu, yayın əvvəllərində istəklərinə qovuşacaqdılar. Görüş yerləri də cüyürlü meşənin tən ortasında sıldırım qayanın ətəyindəki çapıq daşın yanı idi. İlk əhd-peymanlarının şahidi bir çapıq daş, bir də lalələr olmuşdu. Bir axşam Dəmirdağın şir ürəkli igidləri yenə düşmən düşərgəsinə qəfildən hücum etdilər. Orduya çaxnaşma düşdü. Çaşbaş qalan düşmən əskərləri onların qarşısında yarpaq kimi əsirdilər. Dəmirdağgil düşmənin 2 seçmə pəhləvanını da özləri ilə apara bildilər. Bundan xəbər tutan düşmən sərkərdəsi hirsindən zəncir gəmirirdi. Şeypur çalındı. Qoşun ayağa qalxdı. Əmr verildi. Bütün Çolanı obasının qocasını, uşağını, qız gəlinini meydana cəm edin. Cəmaət meydana toplaşandan sonra sərkərdə dedi: Əgər Dəmirdağın və onun yoldaşlarının yerini göstərməsəniz, hamınızı qılıncdan keçirəcəm. Hamı başını aşağı saldı, sükutu sona pozdu. İzin verin, mən qoşunu Dəmirdağcıl olan yerə aparım. İnsanları heyrət bürüdü. Sona qoşunun qabağına düşdü, onu meşənin dərinliyinə apardı. Qız meşəyə, sıldırım qayalara bələd olmayan yağını günortadan keçənə qədər orada, meşənin içərisində dolandırdı. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Sona düşmən qoşununun meşənin qurtaracağındakı sıldırım qayanın başına gətirdi. Sıldırımın ayağındakı çapıq daşı göstərib dedi: Bax, Dəmirdağın yerini o daşdan soruşun, deyib özünü qayadan atdı. Yağı çaşbaş qaldı. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr endirdilər. Dağa, meşəyə nabələd olan yağı təslim oldu. Dəmirdağ Sonanı axtardı, tapa bilmədi. Nəhayət, çapıq daşın yanında qanına qəltan olan qızı tapdı. Onun gül üzü solmuş, rəngi ağarmışdı. Dəmirdağ Sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Sona bircə dəfə kipriklərini qaldırıb gülümsədi. Dəmirdağın fəryadından dağlarda səda qopdu. Lalələr titrədi. Daşlar insan kimi inildədi. Sonanın qanına boyanan çapıq daş silkələndi. Çox keçmədi ki, bu igidin fəryadı bayatılara hopdu, ellərə, obalara yayıldı. Mən aşiqəm qanlı daş, qanlı qaya, qanlı daş. Düşmən yağı düşməndir, niyə oldun qanlı daş? O gündən çapıq daş xalq arasında nakam məhəbbətin şahidi kimi qanlı daş adlanmağa başladı.